Şəmkir rayonunun Sabirkənd kəndində ağır yol nəqliyyat hadisəsi baş verib. Zəngilan rayon sakini 1993-cü il təvəllüdlü Süzəddin Şükürlünün idarə etdiyi Tofaş Şahin markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişin İsmayıllı rayon sakini 1988-ci il təvəllüdlü Altun Mustafayev aldığı xəsarətlərdən elə hadisə yerində ölüb. Sürücü Şükürlü və avtomobildə olan digər sərnişinlər 1994-cü il təvəllüdlü Quba sakini Samir Qurbanov və 1997-ci il təvəllüdlü Namiq Əskərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər, faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, qəzada həlak olan və xəsarət alan hərbi qulluqçulardır. Hadisə xidmətdən kənar vaxtda baş verib. Şəmkirdə qəzaya düşən hərbiçilərin vəziyyəti açıqlanıb. Şəmkir rayon mərkəzi xəstəxanasından bildirilib ki, fevralın 8-i saat 16:30 radələrində Şəmkir rayonunda baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər kişi xəstəxananın təcili tibbi yardım şöbəsinə gətirilib. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub. Hazırda 1993 və 1994-cü il təvəllüdlü şəxslərin müalicələri reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri orta ağırdır. 1997-ci il təvəllüdlü şəxsə isə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Vətən müharibəsi iştirakçısı Əli Məmmədzadə vəfat edib. Doğru Xəbər Azərbaycan bildirir ki, 24 yaşlı qazi səhhətindəki problemlər səbəbindən dünyasını dəyişib. Əslən Lənkərandan olan Əli Məmmədzadə paytaxtın Suraxan rayon ərazisində yaşayıb. Yaxınları bildiriblər ki, o Kəlbəcər istiqamətində xidmət keçib və müharibə dövründən sonra səhhətində ciddi problemlər yaranıb. Allah rəhmət eləsin.